Herkese salam dostlar. Bu günlərim sizə təqdim edəcəyim tir tüfəngi Kral Armsan firmasının Akero S modelidir. Və belə gözəl, uzun, böyük silaha oxşayan bir tir tüfəngidir. Gördüyünüz kimi bu hissəsində bar basıncını göstərən, gördüyünüz kimi 250 bara kimi icazə verilənidir. Bu hissəsində mağazini, bu hissəsində xodun azaldıb artırmaq üçün də, yəni gücün azaldıb artırmaq olur bunun. Yaxın atışlar və uzaq atışlar üçün zatvor mexanizması, perdaxranteli, tətiyi, üzərində 22 mm ipikatini reysi, altında 22 mm ipikatini reysi, qundaq hissəsində yanaqlıq ayarı, binokul qoyanda bu çox köməkli eləyir. Kim əldə etmək istəyirsə, yenə möhtəşəm bir endirimdən gəlmişəm dostlar. Binokul, nasos və üzərində bir qutu gözəl qırma. Bu qırmadan veriləcək üstündə hədiyyə. Yəni bu qırmayla 80 metrə, 100 metrəyə kimi rahatçılıqla atış eləyə bilərsiniz. Sılaq qırmadır, çox qəşəngdir bu tirlər üçün. Kim əldə etmək istəyirsə, məlumatla bağlı səhifədəki nömrə ilə əlaqə saxlasın. İndi bilirəm, orada hamı yazacaq qiymət, dövlət sirridir, nədir, nə deyil. Müəyyən səbəblərdən yana qiymət paylaşa bilmirik. Sən yorumlarda bir kəlmə yaz qiymət, mən sənə cavab yazacağım. Yəni, heç kim deyənməz ki, mənə yorumlarda cavab yazmayıbdır. Bəyənib, takip atmağı da unutmayın dostlar. Çox gözəl tir tüfənglərimiz var. Çeşid çoxdur mağazində. Hətta bu biri tərəfdə də nə qədər desəz tir tüfəngləri var dostlar. Kim əldə etmək istəsə sadəcə əlaqə saxlamağı bəsdir.